Az TV'də daima dəyişikliklər olur. Bu sədr gedir, o sədr gəlir, o sədr gedir, bu sədr gəlir. Mən özüm də uzun müddət Azərbaycan Dövlət Televiziyasında çalışmışam. Əmək kitabçamda oranın möhrü var. Beynəlxalq redaksiyada çalışmışam. Öncə ora xarici redaksiyaya gedirdi, sonra oldu beynəlxalq redaksiya. Uzun illər bizim Azərbaycan Dövlət Televiziyasının TQRT televiziyasının müqaviləsi var idi. Həftədə bir dəfə Azərbaycan bir gün verilişi hazırlanırdı. Əslində müqavilədə göstərilmişdi ki, burada illər öncə çəkilmiş arxivdə olan materiallar göndərilsin ora. Mən bir neçə dəfə o verilişi izlədim. Gördüm ki, zəng çalır, kişi altına stul qoyulur, stuldan dəliklərdən pambıqlar görünür. Görüntülər zat çox çirkli olduğuna görə şəxsən mən baş redaktorumuza təklif etdim ki, bəlkə verilişləri hazırlayaq və bunu mən etdim. Bir neçə il Azərbaycan bir gün verilişini mən hazırlayırdım. Mənim dostlarım həmişə məni axtaranda deyirlər, sən Türkiyədəsən, burada. Deyirdim, buradayam. Deyirdi, ora veriliş hazırsan, biz düşünürük oradasan. Deyirdim, yox, mən buradayam. Mən ora getmirəm. Buradan hazırlayıb ora göndəririk. Yəni, bax, mən də özüm də Azərbaycan Dövlət Televiziyasında çalışmışam. Uzun illər oranın çörəyini yemişəm. Məhz mənim əmək kitabçamda bəzən insanlar deyir ki, Sara Səfra kimdir? Əzizlərim, Sara Səfra Azərbaycan Dövlət Televiziyasının əməkdaşı olub və Məmməd Arazla bağlı və bir neçə verilişlərim var ki, məhz indi də o arxivdə qızıl fondda saxlanılır və qorunur. Yəni, bunları etmişəm mən. Yəni, bir çox yerlərdə də olmuşam. Gürcüstan, Özbəkistan, Tacikistan, Ermənistan gedib verilişlər hazırlamışam. Azərbaycan Dövlət Televiziyasına bağlı olan xəbərləri mütləq ürəklə belə insanlara çatdırıram. Jurnalist, burada Təranə xanım var, aparıcısına vəzifə verilib. Təranə xanım, Turan vəzifə verilib, Ölkə.az istinad edirəm. O, Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarə etmə xidmətini ictimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri təyin edilib. O, Az TV'də, yəni Azərbaycan Dövlət Televiziyasında fəaliyyətini davam etdirəcək. Çox arzulayıram. Bizim çalışdığımız vaxtlarda, necə ki, insanlar TV-ləri izləyirdi, Azərbaycan Dövlət Televiziyasını izləyirdi, istəyərdim ki, indi də elə izləsinlər. Mən də Azərbaycan Dövlət Televiziyasının çörəyini çox yemişəm.